Həmçinin burada belə bir maraqlı sual var. Sizin danışdığınızdan da o görsəndi ki, bəzi tələbələr var idi, əqidə və minhəc məsələlərində sizin eyni fikirdə olanda, ay məsələsində də sizin eyni fikirdə idi. Elə ki, əqidə və minhəc məsələlərdən fərqləndilər, baxırsan ki, ay məsələsi, bayram məsələsini başladılar fərqli fətva verməyə. Buna səbəb olaraq nədir? Bilirsiniz, Allah bilir, səbəb müxalif olmaq və ya onlar hələ o vaxtda olanda da ola bilsin, hələ belə idilər, sadəcə gizlədirdilər özləri. Gizlədirdilər. İndi aşkara çıxıb, ona görə belə danışırlar. Qəribə hava, qəribə. Həmçinin bir məsələyə toxundunuz. Bu bizə gələn sualların içində var. Hətta bəzən görürsən ki, kimsə Ramazan əvvəlini Saudiyyə gedir və iddia edir ki, Saudiyyə birinci görür. Razılaşmaq olur oyuna, haradasa, hansısa qardaşlar deyir ki, düz deyə bilərdi o. Və gəlir ayın axırına. Artıq bayramdır. Saudiyadan başqa Saudiyyə yaxın dövlətlər hansısa biri görür. Həmin qardaşdan tələb edirlər ki, indi birinci görən var, bayram elə. Deyir, yox, saymıram onu, Saudiyyə. Səhv da onu demək istəyir. Və maraqlı bir sözü işlədirlər orada bəziləri. Mən bilmirəm, orada aya baxan fətva verən müsəlmandır, yoxsa sadiq müsəlmandır, yoxsa yox. Onlar, mən indi bir yerdə, məsələn, bəzi yerlərdə demişəm ki, hətta keçən və imamların bir dənə də danışında dedim ki, bu məsələni qaldırın, bu məsələ həlli belədir ki, görürsünüz ki, hərəsi bir ölkədən gedir. Bu məsələni qaldırmaq üçün şəriətdə necə deyilib, hələ eləmək olar. Bunu eləmək olar. Məsələn, rəsədxanadır Şamaxıda. 2-3 nəfər nümayəndə geçsin, 4 nəfər. Geçsinlər, baxsınlar, 28-ci gecədə. Onlar bilirlər təxminən, baxacaqlar, baxın. Görsələr, axşam xəbərlərində desinlər ki, ay görsəndir, sabah bayramdır və ya sabah oruçdur, sabah məsələn bayramdır və s. Görməsələr, axşam xəbərlərində deyir ki, ay görsənmədi. Yəni bu, belə olsa, təbii ki, bu bəzi o cəmiyyəti parçalamağı biraz səbəb olacaq, parçalanmamağına. Düz deyil, lakin buna da etirazlar eləyici olacaq. Çünki biz artıq görürük ki, etiraz edənlər var, deyir, Allah bilir orada kimlərdir, fasiqlərdir, ola bilsin baxan, ola bilsin belədir. Yəni, burada israrlıq var. Bu səhvdir. İndi sabah lap tutaq ki, elə olsa, olar, tabi olacaq elə. İndi ola bilsin, bəzilər üçün, bəli, tabi olacaq, bəzilər üçün, bilinmir, kimdə olar. Olmurlar. Bəlkə araq içəndi, kimcisi qeyb görüb orada nəsə. Bunların müşkül məsələlər başqa şeylərdir. Səbəblər var, ne üçün belə eləyirlər. Bunlar sadəcə gətirirlər ki, ayə var Quranda, belədir. Yaxşı, ayə var, bəli, ümumi, lakin bunu tətbiq necə eləyək? Tətbiq necə eləyək? Bəs Peyğəmbər sallallahu aleyhi ve sellem deyir, baxı, cəmaatla. Deyir ki, o, cəmaat da aya, yaxşı birdən baxmır. Neynəsinlər? Müsəlman ölkəsidir. Müsəlmanlar da toplum, böyük, əhali. Neynəsin? Bunu tətbiqi necə eləyək? Yəni, ola bilər alim kimsə desin, ola bilsin alim məsələn desin ki, başqa ölkədən get də. Yəni, elə bilsin ki, alim belə rahat baxsın da. Alim məsələn bilmir axı, orada vəziyyət necədir? Ölkəndə. Baxırlar, izləyirlər, yoxsa yox bir. İkinci, ümumiyyətlə, razılıq verilib ona. Dövlət razıdır, etiraz eləmir. İki, nəyə gətirib çıxardacaq? Ola bilər alimlər belə ümumi söz desin, bir dənə müsəlman ölkəsi geçsin, tətbiq olunmur axı buraya. Hətta Saudiyanın özündədir. Bəli. Şeyh var, Saudiyanın özünə dediniz, o məsələyə toxunmaq istəyirdik. Saudiyanın özü belə, keçən il yox, ondan qabaq 2 il. Saudiya bayram eləmişdən bir gün qabaq yaxın ölkələr bayram elədi. Saudiya onlara tabi olmadı. Onda bunların dediyinə görə Saudiya xəta edir ki, özündən qabaq ayı görənə tabi olmur. Elə çıxır, bəli. Yox, sadəcə yox, bunlar nə deyir? Bunlar deyir ki, Saudiyada baxırlar, görsənməyib ona görə. Bunlar bu cür çıxırlar bu söhbətdən. Amma görən müsəlman var da şahid deyilənlərdə. Görübləri başqa ölkədə. Ancaq Saudiya deyir ki, hər ölkə özü getsin, özü baxsın. Yəni, bizdə baxırıq. Yox, bizdə baxırıq. Bizdə baxırıq. Rəsədxanaya lap getsinlər, ay barədə kifayət qədər məlumat alacaqlar. Sadəcə, bunlar nəyə ilişiblər? Qabaqcadan deyilir ona görə. Astronomik hesablamaq. Amma hətta o astronomik deyil. Yəni, onlar izləyirlər ayın gedişatını. Ayın gedişatını bilirlər. Deyirlər ki, Azərbaycanda bu gün çıxacaq. Bu, Azərbaycanın üfüqündə. Onlar nə deyirlər? Onlar deyirlər ki, yox, qabaqcadan demək olmaz. Yaxşı, birdən
qabaqcadan deyilməsə, həmən gün deyilsə, həmən gün bir gün qabaq, bunlar yenə problem olacaq. Yenə problem olacaq, çünki onlar ətrafını elə tərbiyələndirirlər ki, artıq qəbul eləməyəcəklər. Qəbul eləməyəcəklər. Təqlid və ya hansısa bir müxalif olmaq məqsədi və s. hamısı bunlardır. Onda da düzəlməyəcək olar. Bəli. Əgər belə bir şey desək ki, məsələn, sələfi tələbələr ayın 19-u oruç tutmağı tövsiyə edirlər, məsləhət dəlillər üzərində, qarşı tərəf isə 18-i. Onların dediyi kimi istəyən 18-i, istəyən 19-u tutmağı, bu doğrudurmu? Hələ düzgün deyil, necə yəni? Yaxşı, deyirsən 18-i kim istəyir tutsun, bayramda necə olacaq? Yox, bunlar bilirsən nə deyirlər? Bunlar deyirlər ki, belə çıxırlar söhbətdən ki, bunlar deyirlər bayramı eləməyəcək, ölkən eləyəcək. Bunlar ölkən eləyəcək. Lakin yaxşı, ölkən elə. Yaxşı, lakin necə yəni? Bunlar orucda axı. Və sən oruc deyilsən. Bu necə olacaq? Bir evdə məsələn, ər belə, qadın belə. Aləm qarşı bir-birinə. Cəmaat parçalanır. Parçalanmaqdır. Burada parçalamaq var, burada müxalifət var. Aydındır? Bəli. Həmçinin toxundunuz ki, sizin dediyiniz rəyi götürmək şazdır, belə deyirlər. Mən rəhim deyil. Hətta olan şeyxləri deyir. Aydın. Yəni, onlar sizə yönəldirlər bunu ki, yəni, o rəyi götürənlər, o rəyi ölkədə dəvət edənlər götürdükləri rəy şazdır. Və bunu deyənlər... Hansı alim deyib şaz? Banalıqsız o ki, o deyir ki, onu deyənlər, hansı ki, o rəyi kiçik elm adamlarıdır və onlar incə məqamları tuta bilmirlər. Maraqlıdır. Yəni, biz görürük ki, Şeyx Albani də deyib bunu, Şeyx Albani kiçikdir. Kim deyib ki, Şeyx Albani rəyi şazdır? Məsələn. İndi Şeyx Albani'dən danışırıq da. Və ya olan Şeyxi İbrahim Ruheyli. Olan Şeyxi İbrahim Ruheyli onlar üçün bilsinlər, belə də İbn-i Teymiyyə kimi. Onu təqlid edirlər, belə demək olar ki. Hələ əsas onu yanına aparırdılar, azdırırdılar ümumiyyətlə. O cılızdır, yəni. Nə deyir, balaca? Kiçik elm adamları. O kiçikdir, yəni. Olan gözündə olaraq illərdə nə danışlar, böyük alimlərdən götürmədilər, ondan götürdülər. Bunlar hamısı oynamaqdır, məsələləri azdırmaq, fikirləri, məsələləri balacalaşdırmaq, nəticəyə baxmaq lazımdır. Nəticə hara aparır? Bəli. Bu ayın başlanması və bayram haqqında sonuncu sualdır. Bəli. Digər suallar keçək. Həmçinin maraqlı bir sual verir qardaşlarımız ki, və ölkə ilə başlayırlar əlhəmdə 19-u, lakin son 10 günü və son bayram gününü Saudiyada, Məkkədə olacaqlar ümrə ilə bağlı. Deyir, onda necə edək? Yəni, əgər oradakı bayrama tabi olsaq, biz 28 ilə tamamlaya bilərik. Əgər tez olsa bayram. Birdən, onlarda 29 olsa, bizdə 28 olacaq. O halda neyini 28 ilə bitirək Ramazan, yoxsa qaza etməliyik? Yox, birdən hələ olsa, məsələn, sən hansı ölkə ilə başlamısan və sonra köçmüsən həmən ayda başqa bir yerə səfər eləmirsən, orada da, məsələn, bitir ay. Hesablayanda sənin üçün 28 olur. Ayda ya 29-dur, ya da 30. Belə vəziyyətdə sən bayramı elə olarma. Çünki cəmaatla lazımdır eləmək hər şeyi. Cəmaatla belə şeylər ümumi məsələlərdir. Orada başladığın ölkənin? Yox, bitirdiyin ölkənin. Çünki orada cəmaatla olmaq lazımdır. Cəmaatla üçün cəmaatla tutun. Cəmaatla qurbanlarınızı kəsin. O bayram elə sabahsı günü bir gün tut, hətta 29 olsun. Və ya məsələn, ikinci hal. Məsələn, başlamısan bir ölkənə, sonra səfər eləmirsən başqa ölkəyə. Orada fərq böyükdür, məsələn. Ola bilər 2 gün fərq var, 3 gün. Olub belə. Məsələn, Pakistan, Şeyx bin Baz'a bir sual verirlər. Saudiya səfirliyi Pakistanda, Saudiya bayramında Pakistanda 2-3 gündən sonra olmalı idi. Şeyx bin Baz deyir ki, Pakistanla getmək lazım idi. Birdən hələ bir şey ola bilsə, hələ şey olsa. 31 olacaq əgər sən onlarla tutsan. Onda 30 tut, bir günü tutma, gözlə. Bir günü tutma. Onlar tutsunlar, onlarla bayram elə. Çünki cəmaatla. Bunlar cəmaatla bayramı ancaq şey deyirlər. Yəni, oruc, iftarı tutmaq, açmağı cəmaata aid eləmirlər. Şeyx, həmçinin onlar ki, deyirlər, kiçik elm adamlarıdır bu məsələyə toxunanlar. Sizdə Şeyx Albani deyib. Və Şeyx Albani'dən başqa
Şeyx İbn Hüseyminin də belə bir görüşü var ki, əgər ayın girməsi hökumət tərəfindən radio və ya başqa bir vasitə ilə elan edilərsə, Ramazan və ya digər ayların girməsində və çıxmasında hökumətin elanına əsasən əməl etmək vacib olur. Çünki dövlət tərəfindən edilmiş olan dövlət tərəfindən elan şəri dəlil sayılır və ona əməl etmək vacibdir. Yəni, həmçinin Şeyx Hüseymin. Lakin bunlar nəyə gətirirlər? Hətta Şeyx Hüseymin fətvasını deyir ki, o aya baxırlarsa, bunlar hamısını deyirlər aya baxırlarsa, yəni o çıxışlar ki var, kimlər ki deyib, hətta təqvimlə geçsələr, onlar bu sözləri şaz adlandırırlar. Yəni qəbul eləmirlər, batil deyirlər. Deyirlər batildir. Yəni o qardaşlar ki gedirlər o şeylə, batil, yəni əməl görürlər. Aydındır, yəni batil sayırlar. Bəli. Ramazanın başlanması və bitməsinə bağlı suallar bitdi. Ramazanın daxilində olan məsələlər başqa qardaşlar sual verirlər. Onlardan biri Ramazanın əvvəlində bir dəfə niyyət etmək kifayətdir, yoxsa hər gün niyyət etmək lazımdır? Əslində Ramazanın niyyəti, yəni bu da mühümdür. Yəni hamı bilsin ki, Ramazanın niyyəti axşamdan olmalıdır və ya sübh namazından qabaq. Çünki nafilə oruclarda hətta sübhdən sonra da olar. Məsələn, adamdır, durub məsələn günorta, səhər, məsələn, ta ki 8-də, 9-da sübh qılandan sonra heç niyyətində olmayıb. Birdən durub görür, məsələn, saat 9-dur, 10-dur. Birdən bilib ki, 1-ci gündür və ya 4-cü gündür və ya 13, 14, 15-dir və ya Aşura orucudur və ya Ərəfə orucudur. Deyər ki, mən əlhamdülillah orucam. Yəni, qəlbində şey deyir ki, mən orucam. Heç də yeməyim. Amma Ramazanın orucu fərqlidir. O gərək niyyət öncə ola. Gərək sübhdən qabaq, gecədən olsa. İndi burada qardaş deyir ki, onlar bir dəfəlik niyyət edeyim, yoxsa hər gecə. Təbii ki, ikisi də caizdir. Lakin bu niyyəti idarə eləməyə biraz çətindir də, necə bir dəfəlik. Onsa sən axşamdan bilirsən ki, sabah orucsan. Artıq niyyət budur. Olar, elə də olar, belə də olar. Onsa niyyət olur. Şeyx həmçinin sual var ki... Niyyət də mühümdür ya. Niyyətsiz əməl batildir. Bəli. Ramazanın özünə xas hansı əməlləri var, yoxsa orucla kifayətlənmək olur? Təbii ki, Ramazan oruç tutanda orucla kifayətlənmək də düzgün deyil. Oruç tutursansa zikirlər elə, Quran çox oxu, dua eləmək, xüsusən Ramazan ged-gedə daha da əzəmətlənir. Xüsusən axır 10 gecəsi tamamən başqadır. Onlardan biri, tək gecələrdən biri Qədiri gecəsidir, axır 10 gündə, gecədə. Yəni, ən əfsəl gecələrdir. Bütün il boyu olan gecələrin içində. Ona görə əməlləri sədəqə, ümumiyyətlə hər bir əməl, salih əməl. Bir dənə orucu tutmaqla kifayətlənmə. Bəli. İmkan olsa ümrəyə geydin, maddi cəhətdən. Bəli. Ramazan boyunca müəyyən şəxslər iftar vermək üçün can atırlar. Həmçinin iftar vermək də. Allah razı olsun, yadıma çox şey var, yəni yadından deyil. Bəli, iftar vermək də, yəni bu ay, Ramazan ayı, həmçinin ən əfsəl əməllərdən oruç tutan iftar vermək. Bəli. Çünki oruç tutan savabı gəlir sənə. Bəli. Yəni oruç tutan savabı azalmamaq şərti ilə. Bəli. Həmin o iftar verən şəxslər, qardaşlar soruşur ki, niyyəti düzəldib, əgər kəffarələri varsa, onun üçün niyyət edə bilərlərmi? Lakin məclisdə imkanlı şəxslər də var. Yəni, hamı eyni təbəqə deyil də, hamısı kasıb deyil. Yox, fərqi yoxdur. Oruç tutan imkanlı və ya oruç tutan hamısı eynidir. Kəffarəyə görə. Yox, kəffarəni yaxşıdır kasıblara yedirəsən. Seçə bilər məclisin içindən? Yox. Hələ kəffarəni ayrıca eləsin. Ayrıca. Amma Ramazan iftarı fərqi yoxdur. İstəyir varlı olsun, istəyir kasıb, fərqi yoxdur. Aydındır. Belə bir maraqlı sual da var, çaşqınlıq yaradandır. Oruclu birinin evinə qohum gəlir, oruc tutmayan biri qonaq gəlir. Onda necə ikram edə bilər? Yəni, siz orucluq vaxtı bu yemək yeyən yerlər ki var, onlar əslində bağlı olmalıdır. Ramazan ayında ümumən yemək paylamaq və s. düzgün deyil. Hətta evə gəlibsə kimsə qonaq, ona yemək vermək düzgün deyil. Bir dənə istisna dedik, üzürlülərdən başqa. Üzürlü. Kimlər üzürlüdür Ramazanda? Oruç tutmamalıdır. Məsələn, hamilə qadın, süd verən qadın və ya məsələn, tutaq ki, aylığı olan və ya doğuşdan sonra nifası olan və ya məsələn, müsafir. Müsafirdir. Məsələn, adam gəlib rayondan müsafirdir. Bunlara yemək vermək olar. Amma adam gəlib, 2 ev o tərəfdədir, qonaq gəlib sizə.
Ona çay yemək vermək olmaz. Oruc vaxtı. Gəlsin iftara ya da iftardan sonra axşamüstü. Amma oruc vaxtı olmaz. Bir dənə üzürlərdən başqa. Həmçinin xəstə üzürlüdür. Həmçinin yaşlı, elə yaşlı ki, tuta bilmir. Onlara yemək vermək, onlar istisnadır. Aydındır? Maraqlı suallar çoxdur. Biri də odur ki, namaz qılmayan oruç tuta bilərmi? Bəziləri ki, qılmırsansa niyə tutursan? Yox, qoy tutsun. Namaz, onsa çox qardaşlar hətta birinci orucla başlayıblar və ya həclə başlayıblar, ümrə ilə başlayıblar, hansı bir əməllə başlayıblar. Məscidə girməklə başlayıblar və həmçinin cümə ilə başlayıblar. Yəni, məhrum eləmək lazım deyil. Var sərt fitvalar, var. Var, bəli, namaz əzəmətli ibadətdir. Sən necə onu qılmırsan, bu birisini eləyirsən və ya o birisini eləyirsən. Var elə fitvalar, lakin insan əgər eləmək istəyirsə, qoy eləsin. O səbəb olacaq. O səbəb olacaq. Məsələn, biri deyir, məscidə gəlmək, qoy gəlsin. Gətir. Gətir, gəlsin, otursun, baxsın. Məscidə girəndə hava orada başqadır. Namaz qılanlar başqa. Adam var, namaz qılan görməyib. Gəlir orada görür, uşaq, böyük, qoca, şikəst, qılı, böyük təsir edir. Ona görə məhrum eləməyin. Məhrum eləməyin insanlar, bəli. Sahura durmadan oruç tutmaq olar. Birdən geciksən, sahura durmasan, orucu davam elə. Niyyətin var da. Düzdür, sahura imkan varsa, sahur yeyir. Düzdür, o demək deyil ki, neçin qabı çörək yeyəsən, yemək yeyəsən. Əsas hətta su da içsən, sahurdur inşallah. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, sahur edin, çünki sahurda bərəkət var. Bəli. Amma birdən eləyə bilməsən, dursan, görsən ki, gecikdin, azan oldu, sahursuz tuta bilərsən, bəli. Unudaraq yeyib içməyə orucu pozulur. Unudaraq, birdən əvvəl günlər xüsusən, məsələn, birdən görsən nəsə yedin, birdən yada düşür ki, Ramazandır. Oruca davam elə. Davam elə. Aydın. Və suallar, siqaret orucu pozulur. Əlbəttə, siqaret ümumiyyətlə haramdır, birinci. İkinci, nəinki Ramazanda, oruçda. Siqaret çəkmək haram da olmaz. O ki, qaldı, əlbəttə pozur. Pozur, bəli. Qardaşlar var, oruç tuturlar bir ay. Lakin Ramazandan başqa vaxtlar siqaret çəkirlər. Onlara nəsiyyət. Allah islah eləsin, Allah hidayət versin onlara. Siqaret çəkmək böyük günahlardandır, qəlyan ondan da pisdir. Yəni, hamısı böyük günahdır. Olmaz, haramdır. Haram. Özlərini təhlükə atırlar. Həmçinin ətrafına da yaxşı uşaqlarına yaxşı tərbiyə vermirlər. Yaxşı nümunə olmurlar. Bəli. Ramazan fürsətdir. Əlbəttə, Ramazan fürsətdir. Nəinki bu paprozu atmağa. Ümumiyyətlə, islah olmağa. Bu ay islah olmaq üçündür. İslah olsunlar, insanlar, cəmiyyət islah olsun. Ramazanın hər bir şey xeyri var. Hətta sağlamlıqdır. Müalicənin bir növüdür. Lakin biz belə yanaşır. Biz bilirik ki, Allah ibadət bizə fərz edir. Biz bilirik ki, Allah zərərli şey bizə deməyib. Biz bilirik, Allah deyibsə, deməli, onda xeyir var. Bu dünyada da və axirətdə də. Həmçinin nəinki fərd, nəinki cəmiyyət, hətta iqtisadiyyata. İqtisadiyyat nəfəs alır, dincəlir biraz. Biraz dincəlir o gərginlikdən, Ramazan ayında. Hətta dövlətin xeyrinədir. Bəli. Hamilə və ya süd verən qadın oruç tuturmu? Hamilə və ya süd verən qadın oruç. Bilirsiniz, ola bilər əvvəl vaxtlarda hamiləliyin oruç təsir eləməsə tuta bilər. Yox, əgər məsələn təsir eləyəcəksə və ya artıq neçə aydır hamilədir qadın, onda tutmasın, sonra qəza eləyər. Lakin süd verən qadın nəmçin. Məsələn, elə uşaq var ki, artıq 2-ci ilə yaxındır. Məsələn, anası süd verir ona. Tutsa, hətta südü azalsa belə qorxulu deyil. Və xüsusən də əgər uşaq başqa nələrsə yenə yeyir. Amma yox, əgər süddən asıldıdırsa uşaq, təzə vaxtlardırsa, yəni vəziyyətə uyğun hərəkət edəcəksən. Təzə vaxtlardırsa, onda tutmasın. Rahat bir vaxt olanda qəza eləyəcək. Qəza eləyəcək. Qəzası necə olacaq onun? Qəzanı günə bir gün. Günə bir gün. Bəli. Belə də bir maraqlı sual olur. Olur ki, qadındır, hər il Ramazanı ya süd verir, ya hamile olan vaxtda düşür. Heç olmaz, yığılsın. Yığılır. Onu yedizdirməlidir, yoxsa tutmalıdır? Tutsun, əsl budur ki, tutsun qəza. Yedirər, əgər bacarmasa, əgər çox olsa, əgər taqətində olmasa, bəli, amma tutsa yaxşıdır. Bəli. Növbəti sonuncu sual.
Ramazan ayı boyunca evdə masanı Ramazana özəl bəzəmək olarmı? Hə, iftar açanda ümumiyyətlə qalsın bir güncdə bir Ramazan kimi bir masanı bəzəmək, Ramazan ab-havası yaratmaq evdə. Yəni lazımdır bu. Bəzən o yeni il, xristianların yeni ili kimi bəzəmək və s. lazım deyil o. Ehtiyac yox. Ehtiyac yoxdur. Sadəcə kimsə nəsə eləmək istəyir, məsələn evdə uşaqlar varsa, Ramazan gəlişində nəsə onlara hədiyyə alsın. Elə eləmək lazımdır, uşaqlar gözləsinlər o ayı. Desinlər, Ramazan ayı nə vaxt olacaq, yenə ata yenə bizə nəsə alsın. Və ya Ramazan qutaranda, və ya Qurban bayramı. Yəni o cür tərbiyələndirmək lazımdır. Çünki o uşaqların fikrində nədir? Şaxta baba və ya məsələn nə? Çox sağ ol. Hə. Ona görə tərbiyəni düzgün vermək, düzgün yönətmək lazımdır uşaqları. Bəli. Allah sizə bərəkət versin. Ramazan haqqında olan suallar idi. Allah razı olsun. Allah bizə eşitli faydalardan etsin. Əssalamu aleykum və rəhmətullah.